Salam, dəyərli abituriyentlər. Bu gün sizlərlə Azərbaycanın kənd təsərrüfatı mövzusu ilə bağlı video izahımı sizə təqdim edirəm. İndi isə keçək izaha. Deməli, Azərbaycan kənd təsərrüfatı iki əsas hissəyə bölünür. Əkinçilik coğrafiyası, bir də heyvandarlıq coğrafiyası. Deməli, əkinçilik coğrafiyası ilə bağlı biz deyə bilərik ki, respublikamız çox və çox belə deyək, həddindən artıq aqroiqlim ehtiyatı var. Bol aqroiqlim ehtiyatı ilə ümumiyyətlə örüş sahələri, otlaq sahələri, yəni hətta ildə 2 dəfə məhsul götürməyə də belə imkan verir. O qədər aqroiqlim ehtiyatı boldur. Ölkəmiz əkinçilik kənd təsərrüfatının 61%-ə yaxını ümumiyyətlə belə deyək, əhatə edir. Ölkəmizdə əslində kənd təsərrüfatı ekstensiv inkişafdır, yəni sahənin artırılması ilə inkişaf edən belə deyək, kənd təsərrüfatıdır. 2 yolla suvarma və təmin formatında aparılır. Ümumiyyətlə suvarma əkinçiliyi necə olur? İlin isti dövründə kifayət qədər su olmadığı ərazilərdə suvarma aparılır. Belə ərazilər məsələn Kür Araz ovalığıdır, Kürdəmir, Salyan, Neftçala, Saatlı, Sabirabad, Beyləqan, Zərdəbuzar, Ağdaş rayonları, Lənkərandır, Masallı, Lənkəran, Astara. Bunlarda Samur, Dəvəçidir, Xaçmaz, Siyəzən, Şabran, Abşeron, Naxçıvan, Arazboyu düzənlikləridir. Suvarma inkişaf etmək üçün Kür Araz ovalığı, Samur, Dəvəçi ovalığında sıx irriqasiya, yəni kanallar çəkilmişdir. Samur, Dəvəçi ovalığında, bir də Kür Araz ovalığında. Dəmiyə nədir? Burada suvarma tətbiq etmədən inkişaf edən təsərrüfatdır. Əsasən orta dağlıq və alçı dağlıq hissələrdə formalaşır və inzibati rayon baxımından dəmiyə əkinçiliyi Gədəbəydə, Daşkəsəndə, Kəlbəcər, Laçın, Qubadlı, Qəbələ, Şamaxı, İsmayıl rayonlarında həm dağlıq, həm də düzənlik relyeflərinə malik olur bəzi iqtisadi rayonlarımız. Elə bu da həm suvarılma, həm belə deyək, dəmiyə şəraitində əkinçilik də inkişaf edir. Belə rayonlarımızda məsələn Şəmkirdir, Tovuzdur, Zaqataladır, Balakəndir, Qaxdır, Şəkidir, Ağsudur, bax bu rayonlarımız daxildir. Bitkiçilikdə əsasən taxılçılıq, texniki bitkiçilik, tərəvəzçilik və yem bitkilərə aiddir. Taxılçılıq respublikamızın bütün rayonlarında əsasən belə deyək də əkilir. Tələbatı təbii ki, ödənmir. Bu əkilən belə deyək taxıllar da daha çox yem məqsədi ilə istifadə edilir. Ərzaq məqsədi ilə isə idxal əsasında Qazaxıstandan idxal edərək belə də inkişaf edir. Ölkəmizdə ən çox buğda, qarğıdalı və arpa əkilir. Buğda xüsusilə də çox əkilir. Buğda əkinləri əsasən qışı mülayim keçən düzən rayonlarımızdan, məsələn Cəlilabad, Beyləqan, Saatlı, Sabirabad, Kürdəmir, suvarma payızlıq belə deyək də daha çoxdur. Cəlilabadın düzənliklərində də payızlıq, dağlıq ərazilərdə isə dəmiyə şəraitində formalaşır. Sonra dağlıq ərazilərdə Şamaxı, İsmayıl, Gədəbəy, Kəlbəcərdə dəmiyə, bu isə yazlıqdır. Yazlığın məhsuldarlığı azdır, payızlıqda məhsuldarlıq çoxdur və bu formada olur. Yazlıq əkinlərin geniş yayıldığı fiziki coğrafi rayonlarda məsələn Qonaqkənd, Zaqatala, Lahaç, Gəncə, Dağlıq Qarabağ, Dağlıq Şirvan, payızlığın isə Qazax, Qarabağ, Araz, Kürdü, Şirvan, Şərqi Ordubad düzləri bura daxildir. Heyvandarlıq üçün də bu təbii ki, mühüm yem bazası kimi arpa əkinləri coğrafiyası da eynidir, taxıl əkinləri kimi. Sonra çəltikçilik dənli bitkiləri növünə aiddir. Burada demək olar ki, rütubətli bol olan ərazilərdə, Lənkəran, Astarada, Şəki, Zaqatalada qismən bu iqtisadi rayonlarda əkilir çəltik. Qarğıdalı daha çox Şəki, Zaqatala iqtisadi rayonunda əkilir, xüsusilə də fərqlənir. Yəni dənli bitki olsa da, yəni çox da əkilmir, ancaq əsasən də Şəki, Zaqatala iqtisadi rayonunda inkişaf edib. Texniki bitkilərdən, ölkəmizdə texniki bitkilərdən ən genişi pambıq, üzüm, tütün, çay, şəkər, çuğunduru, bax bunlardır. Pambıq əkinlərinə görə yalnız suvarma şəraitində əsasən düzənlik ərazilərimiz Mərkəzi, Aran, Yevlax, Ağdaş, Kürdəmir, Ucar, Zərdab, Muğan, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Şirvan, Salyan və Qarabağ, Bərdə, Ağcabədi, Qarabağın düzənlik hissələridir. Gəncə, Daşkəsəndə düzən rayonuna Goranboy. Burada əsasən pambıqçılıq inkişaf etmişdir. Azərbaycan pambıqçılığı üzrə ixtisaslaşmışdır.
Tütünçülük Şəki Zaqatala iqtisadi rayonları üzrə ixtisaslaşmışdı. Bununla yanaşı Masallı, Lerik, Yardımlı, Qubadlı, Zəngilan, Şahbuz, Şərur rayonlarında da tütün əkinləri var. Ölkəmizdə tütün, iti-yarpaq, Trabzon, Samsun kimi sortları da becərilir. Sahəsində Lənkəran Astara iqtisadi rayonu ixtisaslaşmışdı. Qismən də Zaqatalada var. Üzümçülük Respublikamızın əsas ixtisaslaşmış sahəsidir. Dəmiyə və suvarma şəraitində əkilir, əmək tutumlu sahədir. Bunlardan məsələn Şəmkir, Tovuz, Gəncə, Daşkəsən iqtisadi rayonunda, deməli Qazax, Ağstafa, deməli Qazax, Tovuz iqtisadi rayonunda, Göygöl, Samux, Gəncə, Daşkəsən, Ağsu, Şamaxı, İsmayıllı iqtisadi rayonu, Dağlıq, Şirvan, Beyləqan, Şirvan, Salyan iqtisadi rayonu, Füzuli, Qarabağ iqtisadi rayonu, Cəlilabad, Lənkəran, Astara, Abşeron, Xızı, Naxçıvan iqtisadi rayonunda geniş yayılmışdır. Ölkəmizdə şərab istehsalı üçün kifayət qədər üzüm ehtiyatı var. Cəlilabad süfrə üzümlərinə görə fərqlənir. Şəkər çuğunduru İmişli Şəkər zavodunda Muğan iqtisadi rayonunda fəaliyyətə başlayıb və əvvəl belə deyək də biz şəkər belə deyək də şəkər idxalçısıydıq, sonra ixracatçısına çevrildik. Deməli, İmişli Şəkər zavodunda fəaliyyətə başlayıb ölkəmizdə şəkər çuğundu əkinləri genişlənib. Burada İmişli, Beyləqan, Ağcabədi, Ağdaş rayonları və Naxçıvandadır. Bununla yanaşı Şəki, Zaqatala, Dağlıq, Şirvan iqtisadi rayonlarında günəbaxan əkinləri, Abşeron iqtisadi rayonunda zəfəran əkini, Zaqatalada qazlıq, qızılgül əkinləri, qazanlıq. Sonra Zaqatala, Kürdəmir, Salyan, Naxçıvanda isə Xınagülü, Saatlıda isə biyan əkinləri geniş yayılmışdır. Tərəvəz bostançılıq üzrə Quba, Xaçmaz, Lənkəran, Astara iqtisadi rayonlarımız ixtisaslaşıb. Quba, Xaçmazda gec yetişən, Lənkəranda isə tez yetişən faraç tərəvəzçiliyi ixtisaslaşmışdır. Bakı, Gəncə şəhərləri ətrafında istixanalardan xeyli tərəvəz əldə olunur, əkilir. Bostançılıq Aran rayonlarında Sabirabad, Saatlı, Kürdəmir, Yevlax, İmişli, Zərdab inkişaf etmişdir. Bundan başqa Bakının Türkan Zirə qəsəbəsində də qarpız yetişdirilir. Kürdəmirdə yemiş, Sabirabadda, Zirədə isə qarpız daha çox məşhurdur. Kartof əkinləri də demək olar ki, bütün iqtisadi rayonda ən geniş bölgələr isə qərb bölgəsidir. Gədəbəy, Şəmkir, Tovuz, Daşkəsən, yəni burada Gəncə, Qazax, daha doğrusu Gəncə, Daşkəsən, Qazax, Tovuz iqtisadi rayonlarını əhatə edir. Bununla yanaşı Quba, Xaçmazda var, Qusar, Lənkəran, Astarada Cəlilabad var. Bunlar daha çox fərqlənirlər. Ağdaşda kələm, Ağdamda soğan, Şəmkirdə pomidor, xiyar əkinləri görə seçilir. Dağlıq Qarabağ və Mərkəzi Aran, Mil, Muğan, Şirvan, Salyan iqtisadi rayonları tut ağacları əkinlərinə görə ixtisaslaşıb. Dağlıq Qarabağ, Mərkəzi Aran, Mil, Muğan, bir də Şirvan, Salyan. Respublikamızın ixtisaslaşmış kənd təsərrüfat sahələri üzümçülükdür, pambıqçılıqdır, bağçılıqdır, bir də tərəvəzçilikdir. Taxıl və heyvandarlıq geniş yayılmağına baxmayaraq ixtisaslaşmış sahə deyil. Daha çox əmək tutumlu əkinçilik sahələri, çayçılıq, üzümçülük, tütünçülük və sair də vardır. Bağçılığa məsələn burada cədvələ baxsaq, tümlü meyvəçilikdə, tumlu meyvəçiliyi, alma, armud, gec yetişən tərəvəzi Quba, Xaçmaz iqtisadi rayonundadır. Əsasən yağıntıları bərabər paylanan mülayim isti iqlimdədir. Qərzəkli, qoz, fındıq, şabaldı, Şəki, Zaqatalada qışı quraq keçən mülayim isti iqlimdə yerləşir. Sitrus meyvəçiliyi, rütubətli subtropik meyvəsi, portağal, mandalin, kivi, tez yetişən faraş meyvəçiliyi də adlanır, tərəvəzçiliyi adlanır. Lənkəran, Astara yay quraq keçən mülayim istidir. Çəyirdəkli meyvəsi, şaftalı, ərik, Naxçıvan, qışı soyuq keçən yarım səhra. Cənub meyvəçiliyi, püstə, badamı, əncir, Bakı və Abşeron, Xızı, qışı mülayim keçən yarım səhra. Quru subtropik meyvəsi, nar, heyvan, Mərkəzi Aran, qışı mülayim keçən yarım səhrada yerləşir. Sonra biz heyvandarlıq coğrafiyasına baxsaq, heyvandarlıq coğrafiyası da ölkəmizdə geniş sahə olsa da yenə də deyirəm, ixtisaslaşmayıb. Heyvandarlıq əkinçiliyi ekstensiv yoldadır, 39%-ni təşkil edir ümumi payı.
Yay və qış otlaqları inkişaf etdirilib. Yay otlaqları dedik ki, dağlıq, qış otlaqları isə dedik ki, düzənlik, mülayim, qışı mülayim keçən düzən rayonları üçün xarakterlikdir. Heyvandarlığın aşağı növləri var, aşağıdakı növləri var: maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, arıçılıq, baramaçılıq, zebuya bənzər heyvandarlıq və atçılıqdır. Maldarlıq istehsalında maldarlıq əsasən ölkədə əsası maldarlığın payına düşür. Burada heyvandarlıq məhsullarında südlü, ətli maldarlıq istiqamətləri mövcuddur. Maldarlıq demək olar ki, bütün rayonlarda inkişaf edir. Bu sahə xüsusilə fərqlənən inzibati rayonlarımız var ki, məsələn, Abşerondur, Xaçmazdır, Şəki, Zaqatala, Beyləqan, Şəmkir, Lənkəran, Salyan, Quba, Şamaxı, Ağdam və Bərdə rayonlarımızdadır. Şəki-Zaqatala iqtisadi rayonda camışçılıq da ixtisaslaşıb. Lirik yardımı rayonlarında yəni Lənkəran Astar iqtisadi rayonunda zebuya bənzər maldarlıq sahəsi inkişaf edib. Qoyunçuluq respublikamızın ənənəvi sahəsidir və yay otlaqları, Alp, Bal, çəmənlik, qış otlağı isə Aran, Ceyran, Çöl, Acınoxur, Qobustanda inkişaf etmişdir. Əsasən yem bazası tələbkar olması, az əmək tutumluluğu, həmçinin də sayın tez artması heyvanda ən ucuz və ən gəlirli sahəsidir və respublikamızda belə deyək də qoyun sortları var. Məsələn, Qarabağda Qarabağ sortu, Qala, Abşeron, Balbas, Naxçıvan, Dağ merinosu və yaxud da Qaradolaq sortları da bu ərazilərdə yetişdirilir. Donuzçuluq ölkəmizdə zəif inkişaf edir. Yalnız Abşeron və Şəki-Zaqatala iqtisadi rayonunda donuzçuluqla məşğul olurlar. Quşçuluq əsasən ən böyük quşçuluq kompleksləri Bakıda, Gəncədə, yəni iri şəhərlərdə də ətə tələbatın tez qarşılanması üçün yadda saxlayın ki, daha çox iri şəhərlər ətrafında belə deyək, yerləşdirilir bunlar. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Siyəzən, Şəvran, Xırdalan, İmişli, Salyan rayonlarına inkişaf olunmuşdur. Qərb bölgəsinin ən böyük quşçuluq fabriki olan Şəmkir Quşçuluq fabriki də hazırda öz fəaliyyətini belə deyək, göstərir. Arıçılıqda əsasən subab çəmənliklərdə geniş yayılmışdır. Lənkəran Astarada, Quba, Xaçmazda, Şirvan, deməli Şəki, Zaqatalada, bir də Naxçıvanın dağlıq hissələrində inkişaf etmişdir. Baramaçılıq da mərkəzi Aran və dağlıq ərazilərdə inkişaf etmişdir. Baramaçılıq Aran rayonları, Şəki, Zaqatala, Naxçıvan və Yuxarı Qarabağ iqtisadi rayonlarında fərqlənirlər. Məsələn, inzibati rayonlarca yay otlaqları, dəmiyə əkinçilik, yazlıq, taxılçılıq inkişaf etdiyi ərazilərdir. Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Quba, Qəbələ, Lerik, Yardımlı, İsmayılı, Şamaxı, dağlıq rayonlar əsasən burada yadda saxlayın. Qış otlaqları, suvarma əkinçiliyi və payızlıq taxılçılıq inkişaf etmişdir. Sabirabad, Saatlı. Yəni burada düzən əraziləri, rayonları yadda saxlayın. Həm yay, həm qış otlaqları, həm dəmi, həm suvarma, həm də yazlıq, həm payızlıq isə həm elə dağlıq olan, həm düzənliyə düşən, belə deyək, yarı dağlıq, yarı düzənliyə düşən rayonlarımız. Şəmkir, Tovuz, Qazax, Balakən, Zaqatala, Şəki, Ağsu, Göyçay və sair kimi rayonlarımız bura aiddir. Bu da iqtisadi rayonlar üzrə qeyd etdiyimiz xəritədir. Burada baxa bilərsiniz. Həmin o qeyd olunan iqtisadi rayonlara aid məlumatları buradan da baxa bilərsiniz.